Anna Akopyan 27 fevralda Nikol Paşinyandan ayrıldığını elan edib. 4 övladı olan cütlük, birlikte olduqları 30 ilə yaxın müddətdə rəsmi nikah və ya dini kəbin kəstirmədən vətəndaş nikahında yaşayıblar. Onların münasibətləri siyasi elitada yox, tələbə aktivizmi və müxalif mediada başlayıb. Anna Akopyan 2018-ci ildə verdiyi müsahibədə tanışlıqları barədə belə danışmışdı. Mən birinci kurs tələbəsi idim və o vaxtı Nikol Paşinyanın işlədiyi qəzet üçün məqalə yazmaq tapşırığı almışdım. Məqaləni yazıb redaktora göndərdim. Nikolla belə tanış olduq. Nikol ilk baxışdan mənə aşiq oldu. Mən isə biraz sonra. Jurnalistika cütlüyün şəxsi və siyasi tərəfdaşlığının bünövrəsini qoyub. Anna Akopyan daha sonra Nikol Paşinyanın təsis etdiyi və siyasi cəhətdən rəhbərlik etdiyi müxalif Haykakan Jamanak qəzetinin baş redaktoru olub. 2000-ci illərdə Paşinyan aparıcı müxalifət jurnalisti və fəalına çevrilib. 2008-ci ildə Ermənistanda seçkilərdən sonraki ixtişaşlardan sonra o gizlənib və daha sonra həbs edilib. Bu illər ərzində Anna qəzeti idarə edib, Paşinyanın siyasi şəbəkəsini dəstəkləyib və faktiki olaraq onun publik səsinə çevrilib. Bu dövr onların inqilabi cütlük kimi ictimai imicini formalaşdırıb. Bir çox erməni müşahidəçisi onu Nikol Paşinyanın siyasi dirçəlişinin həm müəllifi kimi təsvir edir. 2018-ci ildə Ermənistanda məxməri inqilab dövründəki ölkə miqyaslı etirazlarda Anna Nikolla birlikdə addımlayırdı. O, sadəcə simvolik partnyor yox, həm də hərəkatın simalarından idi. Paşinyan 2018-ci ilin may ayında baş nazir olduqdan sonra isə Ermənistanın birinci xanımı oldu. Ermənistanın 2020-ci il müharibəsindən məğlubiyyətindən sonra Paşinyana qarşı ictimai narazılıq gücləndi və Anna getdikcə daha çox müstəqil siyasi fiqur kimi ortaya çıxdı. Anna Akopyan ictimai aktivliyi, xeyriyyəçilik fəaliyyəti və beynəlxalq diplomatik görüşlərdə etdiyi çıxışlarla şöhrət qazanıb. 2026-cı ilin fevral ayında təxminən 30 illik evlilikdən sonra isə Nikol Paşinyandan ayrıldığını elan edib.